Nərgiz xanım, təəssüratınız necədir? Çox yüksək, çox o qədər xoş əhval-ruhiyyə, o qədər müsbət enerji, insanların sevinci, vətən sevgisi, vətənpərvərlik hissi, yəni onlar hamısı biz səhnədə olarkən Hiss bizə elədiniz. evet, tamaşaçıdan o böyük bir şeydir, o ünsiyyət ki bizə keçir və daha da yaxşı biz işimizi icra edirik. Azərbaycan musiqisini təmsil eləmək, xarici ölkədə öz vətənimizin gözəl musiqi mədəniyyətini, adət-ənənələrini nümayiş etdirmək, yəni bizim üçün çox böyük şərəfdir. Qürur duyuruq, fəxr edirik. Xaricdə yaşayan azərbaycanlıların qarşısında çıxış eləmək üçün repertuar seçəndə nəyəsə diqqət eləyirsiniz, mahnı seçimlərinə diqqət eləyirsiniz, mahnı musiqi seçimlərinə? Əlbəttə ki, çox çalışırıq ki, əsasən bizim klassik musiqilərimiz olsun, həm milli musiqilərimiz, xalq mahnılarımız və həm də ki, daha məsuliyyətlidir bu Azərbaycan publikası qarşısında çıxış etmək. Çünki onlar hər şeyi daha gözəl bilirlər, daha gözəl duyurlar. Yəni öz reaksiyaları ilə bizə daha çox əhval-ruhiyyə verirlər. Yəni çox çətindir. Yəni Azərbaycan publikası daha məsuliyyətlidir. Onların qarşısına çıxış eləmək, bəli. Çünki bilirsən ki, o hamısını əzbər bilir musiqilərin. Həm də ki, o necə deyərək ki, vətəndən uzaqda olan soydaşlarımızı daha da hissləri başqadır. Onlar daha çox yəni bağlıdırlar Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə. Ondan irəli gəlir ki, onlar özləri də burada o işlə məşğuldurlar. Yəni təmsil eləyirlər, yəni inkişaf elədirirlər, həm də ki, inkişaf elətdirirlər. Yəni bu Fikir verdiniz Qarabağla bağlı mahnılara, reaksiyalar daha başqa cür daha gözəl idi, daha çox idi. Yəni biz əslində fikirləşmişdik ki, olsun Qarabağla bağlı, çünki biz artıq qalibik də, yəni Qarabağı aldıq, yəni Qarabağ torpaqlarında da bir çox belə konsertlərimiz olur. Amma yəni daha çox coşqu elə o mahnılardan gəldi bizə. Çox təşəkkür eləyirəm. Uğurlar arzulayırıq sizə. Minnətdarıq, minnətdarıq. Çox sağ olun.